Şərəfsizcə yaşamaq, yoxsa mərd kimi ölmək? Yəni nə cür yolda olursa olsun sağ qalım, yoxsa Qorxaq 100 dəfə ölür, yiğit bir dəfə. bu hər insanın qarşısına həyatda heç olmasa bir dəfə çıxan yoldur. Və sizə uğur lazımdır, yoxsa güclü iradə? Yəni insan üçün hədəf önəmlidir, yoxsa hədəfə gedən yol? Zəfərə gedən yolda hər şey mübahdır, yoxsa yox? Zirvəyə qartal kimi vüqarlı, yoxsa nə yolu ilə olur olsun ilan kimi sürünərək getmək lazımdır? Tarix qalibləri yazır. Bu doğrudur. Amma axı məğlub olsa da indiyə qədər unudulmayan Babək qəhrəmandır bizim üçün. Roma dövrünün super gücü idi və Spartakı məğlub etdi. Amma Spartakın mübarizəsi dillərdə qalıb hələ də. Xerxes döyüşü qalib gəldi. Buna baxmayaraq tarix üçün adi sıradan bir hökmdardı. Amma 300 Spartalıya liderlik edən Leonidas bir əfsanəyə çevrildi. İmam Hüseyn şəhid edildi. Amma 1400 il sonra belə xatırlanır və düşmənləri lənətlənir. Çaldıran döyüşündə Şah İsmail məğlub olsa da, onun döyüş zamanı mərdliyi daha çox yadda qaldı. Halbuki o da gecə hücum etsə qalib ola bilərdi, amma səhər hücum edib məğlub olmağı seçir. Niyə igid insanlar məğlub olsa da, ölsə də unudulmur? Bu dünyada ya gücü sevib ona inanırsan, ya da sənə aid olan dəyərlərə sadiq qalıb sınmaz əqidəyə və ruha sahib olursan və özündən sonra bir cığır açırsan. Bəs siz hansını seçərdiniz? Mərd kimi ölüm, yoxsa nə cür yol olursa olsun sağ qalmaq?